Trigonometriyada tez-tez təsadüf elədiyimiz sinus alfa plus beta bərabərdir sinus alfa kosinus alfa sinus beta düsturunun isbatını verəcək. Nəzərinizə çatdırım ki, bu düstur vasitəsilə bir çox trigonometrik düsturların isbatını vermək mümkündür. Əvvəlcə ABC üçbucağını götürəcək. Hansı ki bilirik ki, trigonometri üçbucağın bucaqlarını ölçürəm deməkdir. Burada BH perpendikulyardır AC-yə. Yəni, oturacağa perpendikulyar BH çəkmişik, hündürlüydür. Böyük üçbucağın S üçbucaq ABC bərabərdir. 2də 1 sahəsini yazacaq. A vurulsun B sinus alfa plus beta. Digər tərəfdən bu üçbucağın sahəsinə S1 deyək, bu üçbucağın sahəsinə S2. Onda S bərabərdir S1 üstəgəl S2. S1-in sahəsi bilirik ki, A vur H, aradakı bucağın sinusu vur 2də 1. Onda ümumi üçbucağın sahəsi üçün yazırıq. 2də 1 A vur B sinus alfa plus beta bərabərdir. S1-in yerinə yazıram. 2də 1 A vur H sinus alfa üstəgəl S2-nin yerinə yazıram. 2də 1 B vur H sinus beta. Məlumdur ki, 2də 1-lər ixtisar gedir. Hər tərəfi AB-yə bölsəm, hər bir həddi AB-yə bölsəm, bu zaman alınır. Sinus alfa üstəgəl beta bərabərdir. H bölünsün B sinus alfa üstəgəl B-lər ixtisar gedir. H bölünsün A sinus beta. Məlumumuzdur ki, alfa bucağı üçün ABH üçbucağında kosinus alfanı tapsaq, kosinus alfa bərabərdir bitişik katetin hipotenuza nisbəti. Digər BHC üçbucağında kosinus betanı tapsaq, bitişik katetin hipotenuza nisbəti. Burada H böl B'nin yerinə kosinus beta, H böl A'nın yerinə isə kosinus alfa qoysaq alınır. Sinus alfa üstəgəl beta bərabərdir. H böl B bizdə H böl B'nin yerinə qoyacaq kosinus beta üstəgəl H böl A'nın yerinə kosinus alfa. Bununla da sinus alfa plus beta bərabərdir. Sinus alfa kosinus beta, kosinus alfa sinus beta. Sinus alfa plus beta bərabərdir. Sinus alfa kosinus beta, kosinus alfa sinus beta düsturunu isbat etmiş olduq. Bu qədər.